Salam əziz izləyicilər. Demək, OTK-nın 25 yanvar 2026-cı ildə buraxılış fənləri üzrə keçirdiyi sınaq imtahanı suallarının izahlarına baxaq. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayaq. Demək, baxıram 11-ci sinif riyaziyyat suallarına. Demək, baxıram 31-ci sual. Bizə demək, sürətdə nə verib orada? X kubu, demək, üstə gəl x kvadrat y, çıxılsın x, çıxılsın y, bölünsün x kubu, çıx x. Demək, sürətli, demək, vuruqları ayırmaq üçün gəlin qruplaşma götürək. Birinci ilə ikincini 1 götürürəm. Və hər ikisindən x kvadrat ortaq çıxartsaq, qalacaq x üstə gəl y. Baxın, bu ikisini də 1 qruplaşdıram, amma qarşıya mənfi atıram. Onda mörtəzədə olur x plus y. Məxrəcdə də demək, x-i ortaq çıxartsaq, olur x kvadrat minus 1. Demək, sürətdə ortaq nə var? Sürətdə ortaq, demək, x plus y var. Baxın, x plus y burada ortaqdır. Baxın, bu ortaq. Demək, buradan x plus y ortaq çıxartsaq, qalır x kvadrat minus 1. Məxrəcdə də x vur x kvadrat minus 1. Bunlar gedər. Qaldı x plus y bölünsün x. Burada da x plus y bölünsün x oldu nə? D variantı. Demək, növbəti baxıram 32-ci suala. Demək, 32. Deyir, ABC paralelogramın təpə nöqtələrinin koordinatları verilib. A plus B cəmini istəyir bizdən. Demək, bu olsun bizdə bir paralelogram. A nöqtəsi 2, mənfi 2'dir. B nöqtəsi mənfi 4, 6'dır. Demək, C nöqtəsi mənfi 1, 3'dür. Bizdən D nöqtəsini istəyir. İndi qulaq asın. Paralelogramda bilir ki, qarşı tərəflər nədir uşaqlar? Paraleldir. Düzdürmü? Və yaxud heç o qayda ilə getməyək, belə gedək. Biz bilirik ki, paralelogramın diagonalı kəsişəndə nə olur? Yarıya bölünür. Onda belə çıxır ki, bunun orta nöqtəsi, baxın, diagonal kəsişmə nöqtəsi bu nöqtələrin nəyidir? Ortaq nöqtəsidir. Düzdürmü? İndi diagonal kəsişmə nöqtəsi olsun o. Baxın, o nöqtəsinin x-ini tapmaq istəyirəm. O nöqtəsinin x-ini necə tapa bilərəm? Mənfi 1'in üzərinə 2 gəlirəm. Mənfi 1 üstə gəl 2 bölü 2. Bu bizə nə verəcək? 2'də 1. Y nöqtəsi nəyə bərabərdir? Demək, 3 ilə mənfi 2'ni toplayıram. Bölürəm 2'yə. Bu deyilir 2'də 1. Demək, buradan başa düşdük ki, o nöqtəsinin koordinatları 2'də 1, 2'də 1'dir. Onda belə çıxır ki, baxın, bu nöqtənin də, bu nöqtələrin orta nöqtəsi də 2'də 1, 2'də 1 olmalıdır. Yəni, A üstə gəl mənfi 4 elə çıx 4 deməkdir. Bölünsün 2 bərabər olmalıdır 2'də 1'ə. Buradan demək 2'lər getsə A minus 4 bərabər nəyə? 1'ə. Buradan da A'nı 5 olduğunu görürəm. Digər tərəfdən B ilə 6'nın cəmi bölünsün 2 bərabərdir 2'də 1'ə. Y də 2'də 1 daxil. Buradan 2'lər getsə B plus 6 bərabərdir 1'ə. B bərabərdir mənfi 5'ə. Demək, bizdə A oldu 5. B oldu mənfi 5. Bizə nə istəyir? Bunların cəmini istəyir. Yəni 5 üstə gəl mənfi 5. Bunların cəmi 0. Cavab olur D variantı. Demək, növbəti baxıram 33'ə. Otuzda ABC üçbucağında BD tən bölən. Bir dənə ABC üçbucaq çəkim. Bura A, bura B, bura C. Demək, BD tən böləndir. Tən bölən görən kimi ağlımıza xassəsi gəlsin ki, yəni uyğun tərəflər nisbəti bərabərdir. Sonra nə deyir? Demək, DE paraleldir AB'yə. Baxın, bu AB'yə paraleldir. Yəni bu buna paralel. Sonra nə deyir?
BE'ni bizə 3 verib. YC'ni bizə 6 verib. AB tərəfinin uzunluğunu istəyir. İndi qulaq asın. İndi B'de tembölen olduğuna göre ben buraya alfa yazsam. Bakın B bucağı bütün 2 alfa olur. Şimdi bakın burada 2 alfa olur mu? Niye? Niye 2 alfa olur? Çünkü bu AB DE'ye paraleldir axı. Orada 2 paralel düzxət, 3-cü düzxət kəsir qaydası. Və digər tərəfdən burada biz bakın 2 paralel düzxət, 3-cü düzxət, bakın 2 paralel düzxət, 3-cü düzxət kəsir. Burada daxili çarpaz bucaqlar var mı? Var. Demək ora bakın bura alfadırsa, bakın burada nədir? Alfadır. Onda gördüm ki bunlar ne oldu? Beraber yanlı 3 bucaq oldu. Ora 3'dürsə, bakın DE'də nə olur? 3 olur. Aha. Bizdən AB'ni istəyir. İndi artıq biz buradan oxşarlıq gedə bilərik mi? Bəli. Bunu silirəm. Sonra bizim qarışmasın. Aha. İndi AB'ni bilmirəm nədir? X. İndi fikir verin. Bura 2 alfa. Burada 2 alfa. Mesela için ben bura beta yazsam. Bakın bu beta. Bu da 2 tane üçbucaq oxşardır. Bir bu sarı renkte olan üçbucaq. Bir de bu sarı renkte olan üçbucaqla bakın bu ABC üçbucağı oxşardır. Niye? Çünkü bakın burası 2 alfa, burada da 2 alfa. Bir bucaq beraber. Bu beta ortaktır. Hem kiçiğin hem böyüğünün bucağıdır. Onda demeye bakın bura qammadsa, onda burada ne olacak? Qamma olacak. Ve bu üçbucaqlar artıq oxşar olduğunu deyə bilərik. Oxşardırsa beta'nın qarşısındakı tərəf böyük üçbucağa görə x'in, beta'nın qarşısındakı tərəf 3'ə nisbədir, bərabərdir. Baxın qammanın fikirlərin alfa, 2 alfanın qarşısı yoxdur da, verməyib. Ondan getmənin mənası yoxdur. Mən gedirəm qammaya görə. Böyük üçbucaqdan başlamışdım. Qammanın qarşısı demək 9'un, qammanın qarşısı nəyə? 6'ya nisbədir. Və buradan çarpaz eləsək 6x beraber 27 olur. X de beraberdir 6'da 27'ye. Bu da 3'e gelir 2, 9 oldu 4 tam 10'da 5. 4 tam 10'da 5 D variantı. Daha doğrusu A variantı. Növbəti baxıram 34-cü suala. Deməli arasının moda ve median həndəs ortasını tapın. Demək 34. Demək moda nə deməkdir? Moda en çok təkrarlanan ədəd deməkdir. Demək ədədlərimiz yazaq 1, 2, 3. Demək 4, 6, 9, 9. Demək baxın bizdə moda nəyə bərabərdir burada? Moda en çok təkrarlanan ədəd 9'dur. 2 dəfə təkrarlanıb. Moda 9. Demək median nə idi? Median ədədləri artan sırayla düzürük. Düzdürmü? Ədədlərin sayına baxırıq. Ədədlərin sayı təkdirsə, ortada duran ədəd mediandır. Ədədlərin sayı cütdürsə, hər iki tərəfdən ortada duran 2 ədədi topla böl 2. Məsəl üçün, baxıram neçə ədəd var? 3, 6, 7. Burada 7 ədəd varsa, hər iki tərəfdən ortada duran ədəd nədir? 4'dür. Yəni, buradan burada 3 ədəd yerləşir, buradan burada 3 ədəd yerləşir. Buna biz ortada duran ədədi 4 götürə bilərik və median nəymiş? 4. Bizə nə istəyir? Həndəs orta. Həndəs orta nədir? Ədədləri vurursan bir-birinə və onların sayına görə dərəcədən kök alırsan. Məsələn 2 dənə ədəd olduğuna görə ikinci dərəcədən kök alıram. 3 ədəd olsa 3-cü dərəcədən kök alardım. Bu da kökdə 36 olur. Bu da olur 6. Yəni C variantı. Baxıram növbəti 35'ə. Bizə 2 sinus kvadrat x bölü 2 verib bərabər 1. Tənliyin deyir həll edin. İndi qulaq asın. Biz bu tənliyi həll etməmiz üçün birinci sinus kvadrat tapıram buradan. Bunu tapdıq mı? Və biz bunu bu şəkildə həll edə bilmərik. Biz bu qaydanı xatırlamalıyıq. Dərəcə azaltma düsturu. Demək sinus kvadrat x bölü 2 nəyə bərabərdir? Baxın normalda sinus kvadrat alfa nəyə bərabərdir? 1 minus kosinus 2 alfa bölü 2. İndi bizdə burada dərəcə x bölü 2 oldu. Ona görə yazıram 1 minus kosinus. Baxın dərəcəni 2'yə vururam. Oca x bölü 2. Yəni mən sinus kvadrat x bölü 2'nin əvəzinə
yazmalıyam 1 minus kosinus x bölü 2 bərabər 2-də 1'ə. Buradan 2'lər gedər. 1 minus kosinus x bərabər 1'ə. Buradan da kosinus x 0 olur. Kosinus x bərabər 0. Dərəcə nə var? X var. X bərabərdir. 0 neçədə alır? 90'da. Pi bölü 2. Üstəgəl nədir? Pi k. Kosinus həmişə 2 pi k'dır. Bir dənə 0'da dövr pi k olur. Cavab olur bu şəkildə. Pi bölü 2 üstəgəl pi k. Yəni A variantı. Növbəti baxıram 36'ya. Demək 36'da nə deyir bizə? Deyir hansı qrafik y bərabər kökdə 3 üstəgəl 1 üstü x funksiyasının qrafiki ola bilər. İndi qulaq asın. Burada məsələ nədir? Biz üstü funksiyanı bilməliyik. Məsələ üçün mən minimizə edirəm. Y bərabər a üstü x funksiyasının qrafiki. Məsələ burada biz bilməliyik ki a 1'dən böyükdür, yoxsa a 0-1 arasındadır. Məsələ yadda saxlayın. A 1'dən böyükdürsə bu qrafik nə olmalıdır? Artan olmalıdır. Məsələ üçün x-a 0 versəm y nə alır? 1. Demək bu qrafik y 1'ində kəsməlidir. Düzdürmü? Məsələn x-a müsbət 2 versəm qrafik artacaq. Fikir verin. Qrafik bu şəkildə gedəcək. Əgər a 1'dən böyükdürsə a üstü x funksiyasının qrafiki baxın bu şəkildədir. Əgər a 0-1 arasında yerləşirsə a 0-1 arasında yerləşirsə, yəni əsas. Yenə x-a 0 versəm y 1 olur. Yenə y-i 1'də kəsir. Amma bizim qrafikimiz artıq bu şəkildə, yəni azalan olacaq. İndi burada baxıram ki, əsasımız kök 3 plus 1'dir. Kök 3'dən çıxır təqribi 1 tam neçə? Üstünə də 1 qalır 2 tam neçə? Demək 2 tam neçədirsə, demək a 1'dən böyük şərtini ödəmiş olur. Onda bu qrafik nə olmalıdır? Bu şəkildə bir qrafik axtarmalıyıq biz. O şəkildə qrafik harda var? Bizdə B variantında var. Demək növbəti baxıram 37'yə. Demək 37'də nə verib bizə? A bərabər 2'nin kvadratı vur 3 vur 5'in kvadratı. B bərabər 2 vur 3'ün kvadratı. Bizdən nə istəyir? Bunun əkobunu istəyir. Demək, dedik ki, əkob tapanda qüvvəti böyük olanları götür. Məsələn, 2'dən 2 dənədir, burada 1 dənədir. Sən nə götürməlisən? 2'nin kvadratı götürməlisən. 3'dən 1 dənədir, 3'dən 2 dənədir. Nə götürməlisən? 3'ün kvadratı götürməlisən. Müəllim, burada 5 yoxdur, onda 5'i götürməyim. Xeyr. Elə burada nə varsa hamısını götürməlisən. Niyə? Çünki əkob ən kiçik ortaq bölünəndir. Sən bu götürün ədəd elə bir ədəd olmalıdır ki, məsələn, buna da bölünməlidir, buna da. Məsələn, tutalım ki, burada əgər 5'i götürməsən, 5 yoxdursa buna necə bölünsün? Aydındır. Ona görə həmişə, yəni, məsələn, ortaq qüvvətlər varsa, qüvvəti böyük olanları götürürsən, ortaq olmayan nə varsa onu da götürürsən əkobdan. Yəni, qüvvət şəklində onda belə. Yəni, maksimum bu şəkildə bilməsəz, yəni, ədədin sadə vurğularını yazın. Oradan ortaq seçib o formada yaza bilərsiniz. Normal standart bildiyiniz qaydaya görə. Bu 4 vur, 9 vur, 25 olur. Demək 4'ü 25'e 100, o da 900. Oldu C variant. Növbət nəyə baxırıq? 38'ə. Demək 1 bölünsün 0,4'ə 2. O nə deməkdir? 9'da 2 deməkdir. Yəni bu da tərsi olur. 2'də 9 üstə gəl. 1 bölü 9'da 5. Bu nə deməkdir? 5'də 9 deməkdir. Bu nə deməkdir? Bu 9'da 7 deməkdir. Orada bölməli deyə vurulsun. 7'də 9 olur. Düzdürmü? Yox, bağışlayın. Düzdür, 9'da 7, tərsi 7'də 9. İndi buranı əkob tapıram. Buranı vurdum 5'ə. Buranı vurdum 2'yə. Bu oldu 45. Üstə gəl 18. Məxrəc 10. Vurulsun 7'də 9. Burada demək sürət olur. 10'da 63. Vurulsun 7'də 9. Bundan bu gedir. Burada 9 qalır. Burada 1 qalır. 9'u 9'a 81. 10'a böldüm. 1 virgül sola attım. 8 tam 10'da 1 D variantı. Növbəti baxıram. 39. sual. Demək 9 çıxılsın x bölünsün. X çıxılsın 3 böyük bərabər 0. Və sağ tərəf 0'dır. Birbaşa soldakı ifadələrin köklərini intervalda yazıram. Demək 3 ilə 9 köklərdir.
3'ün solunda mesela nə verirəm? Mesela 2 verirəm. 2 versəm baxın bura olur müsbət, bura olur mənfi. Müsbəti mənfiyə böldüm, oldu mənfi. 3 ilə 9'un arasında bir ədəd götürürəm. Mesela 4 götürürəm. 4 götürsəm 9'dan 4 çıxanda müsbət, 4'dən də 3 çıxanda müsbət, böləndə müsbət. 9'un sağına mesela 10 versəm, bura olur mənfi, bura olur müsbət, böləndə mənfi. Bizə də nə lazım? Müsbət lazım. Demək 3, 9. Burada bərabərlik var deyə sürətin kökünü daxil götürürəm. Çünki sürət 0 ola bilər. Amma məxrəc nə olsun? Bərabərlik var. Məxrəc 0 ola bilmədiyinə görə 3'ü daxil götürə bilmərik. Və bizə bərabərlikdə ödəyən tam ədədlərin cəmini istəyir. Demək ödəyənlər 4'dür, 5'dir, 6'dır. Demək 7, 8, 9. Demək bunların nəyini istəyir? Cəmini istəyir. Demək 9, 15, demək 15, 22, 30, 39. Yəni C variantı. Demək növbəti baxıram. 40-cı suala. Baxın bir dənə trapesiyamız var. Bura A, bura B, C, D. Demək buranı 5 verib, buranı 3 verib, buranı 4 kökdə 2 verib, buranı da 45 verib. Bizdən AD oturacaq uzunluğunu istəyir. Demək 45 görən kimi ağımıza bir hündürlük gəlsin burada. Demək bura 45'dirsə, baxın burada nə olur? Burada 45 olur. İndi burada nə əmələ gəldi? Burada 1 bərabər yanlı, düz bucaqlı, 3 bucaq. Hipotenuz 4 kökdə 2'dirsə, onda burada 4 olur, burada 4 olur. Düzdürmü? Bərabər yanlı daxil. Çünki bərabər yanlı düz bucaq, 3 bucaqda hipotenuz katetdən kökdə 2 dəfə böyükdür. Bu qaydanı bilməsən belə bura x yaz. Pifagora görə get. Görəsən ki, yenə 4 alasın. İndi trapesiya deyə hündürlüklə təbii ki, bərabərdir. Onda belə çıx bu hündürlükdə uzunluğu 4 olur. Buraya yazılan 1A. Pifagora görə A kvadrat bərabər 25 çıx 16 olur 9. A olur 3. Demək buradan da A'nı tapdım 3'dür. Burada da bir düz bucaqlı əmələ gəldiyinə görə demək bura 3'dürsə. Baxın burada 3 olur. Onda belə çıxır ki AD nəyə bərabərdir? 3 üstəgəl 3 üstəgəl 4'ə. Yəni 10'a. Oldu A variantı. Növbəti baxıram 41'ə. Demək 41'də də ABC düz bucaqlı 3 bucağında. Demək belə düz bucaqlı 3 bucaqdır. Dəqiqəm. Belə düz bucaqlı 3 bucaq. Demək C, A, B. Bizə də B bucağı 40 dərəcədir. Baxın bura oldu 40 dərəcə. CM mediandır. Baxın düz bucaqlı 3 bucaqda düz bucaq təpəsindən hipotenuza çəkilən median hipotenuzun yarısı. Yəni bunlar bir-birinə bərabər. İndi baxın bura 40 dərəcədirsə, burada bir bərabər yanlı 3 bucaq alındığını gördük yaxın. Onda belə çıxır ki, oturacağı biçi bucaqlar bərabər, burada 40. Onda buraya düşdü 50. Bu da bir-birinə bərabər olduğuna görə, onda təbii ki, burada 50 olduğunu buradan zaten bilirdim. Məndən nə istəyir? Bizdən AMC-ni istəyir. AMC bizə buranı istəyir. Elə 40-dan 40-ın cəmi 80 də deyə bilərəm. 50-dən 50 100 eləyir. Burada 80 olduğunu deyə bilərəm. Cavab 80 C variantı. Belə sadə sualdır. Növbəti baxıram 42'yə. Demək baxın bizə x kiçikdir 1 verib. Demək x kvadrat çıxılsın x çıx 1 üstəgəl kök altda x kvadrat çıx 4x plus 4. Bunu sadələşdirməmizi istəyir. İlk olaraq nə edirəm? İlk işim baxın bu kökünəndir. Demək x kvadrat çıx x minus 1 üstəgəl kök altda. Orada gördüyünüz ifadə x minus 2'nin kvadratının açışı değil mi? Buradan yine x kvadrat çıx x minus 1 üstəgəl. Buradan kvadrat kök itirsə təbii ki, nə də çıxmalıdır modulda. Və buradan da artıq x kvadrat çıx x minus 1. Baxın x nə verib bizə? 1'dən kiçik. İndi burada x-a 1'dən kiçik qiymət versəm, məsələn 0 versəm, modu daxil ifade mənfi olur mu? Bəli.
Modul daxil ifadə mənfidirsə nə etməliyəm? Qarşıya mənfi atıram. Attığım mənfini müsbətə vuranda mənfi olur. Və bunu mövzuda yazdım. Açıq yazıram, başa düşün. X kvadrat çıx x minus 1. Mənfiyə vurub açsam oldu bu şəkildə. Və buradan da artıq nə baş verir? X kvadrat demə mənfi x oldu mənfi 2x, mənfi 1 ilə 2 də oldu müsbət 1. Bu da eyni zamanda x minus 1'in kvadratıdır. Buradan da yine kvadrat kök itirir çıxır modulda. Biz x'a 1'dən kiçik qiymət verəndə burada mənfi eləyir. Ona görə qarşıya mənfi atıb yazıram. Mənfiyə vurub açsam 1 minus x olur. Cavab 1 minus x A variantı. Növbəti baxıram. Demək 43'ə. D kvadrat tənliyinin köklərindən biri m olarsa. Bizə tənliyin kiçik kökünü tapın. Baxın, m'i tapın demir. Yəni bu tip suallar canlıda çox işləmişik. Yəni canlı demişkən bu arada məlumat verim ki, bizim hər bazar günü saat 20:30'da yəni canlı olur. Yəni, ödənsiz sınaq qrupu mövcuddur və yəni orada kim varsa yəni onlar qoşula bilir canlıya. Yəni linki göndərim, qoşulurlar. Yəni kim istəsə rəy bölməsində həmin sınaq qrupunun elə bir ki linkini yerləşdirəcəm. Oradan qoşula bilərsiniz. Və anından məlumatınız ola bilər. Demək 43'ə baxın. X kvadrat çıxılsın m plus 1 vur x üstə gəl 5 bərabər 0. D kvadrat tənliyin köklərindən biri m olarsa. Buradan baxın, tənliyin kökünü verirsə mən nə etməliyəm? Aparım x'a m yazıram. Elə bir tənliyin köklərindən biri m'dir. Da məsələn x1 bərabərdir m-ə. Gedirəm harda x gördüm m yazıram. Burada m yazsam olacaq m kvadrat çıxılsın m plus 1. X'a yine m yazıram. Üstə gəl 5 bərabər 0. Buradan da m kvadrat. Baxın, m'i vurdum m'ə oldu müsbət m kvadrat. Qarşı mənfi oldu mənfi m kvadrat. M'i vurdum 1'ə oldu müsbət m. Qarşı mənfi oldu mənfi m. Üstə gəl 5 bərabər 0. Bunlar gedir. Buradan da artıq mənfi m bərabərdir mənfi 5'ə, m bərabərdir 5'ə. Baxın, bizə m'i istəsəydi, cavab elə 5 deyərdim. Diqqətli olmalıyıq. Bizə şərtdə deyir ki, tənliyin kiçik kökünü tap. Demək, buradan gördüm ki, x1'imiz 5'dir. x1'i tapdıq, bəli. İndi baxın, viyetə gedirəm. Viyetə görə köklərinin hasili bizə elə birbaşa 5'i vermir. Düzdürmü? Şimdi bizə x1'i nə tapmışıq? 5 tapmışıq. 5 vur x2 bərabərdir 5'ə, x2 bərabərdir 1'ə. Tənliyin kökü 1, 1'i 5. Bizə də kiçik kök dediyinə görə E variantı. Yəni burada köklərin cəminə görə də gedib yaza bilərsən. Məsələn, köklərin cəmi burada m yenə 5 yazsam 6 olur. Köklərin cəmi 6'dır. Biri 5'də digəri 1'dir. Mesela hasil görürəm də hazır. Elə oradan getdim ona görə. Baxıram 44'ə. Demək 44'də biz hansı qaydanı bilməliyik? 4 bucaqlının xaricinə çevrə çəkilirsə, qarşı bucaqların cəmi 180 olmalıdır. Yəni, bura 85 isə, onda bura nə olması lazım? 95 olması lazım. Çünki qarşı bucaqların cəmi 180 şərtini ödəməlidir. Demək, bura 95'dir. Bura 65 isə, bura nə olmalıdır? 115 olmalıdır. Mənə də şərtdə bucaq A çıx bucaq D-ni istəyir. Demək, A bucağı 115 çıxsın, D bucağı 95. 115'dən də 95 çıxanda 20 qalır yəqin ki. Bu da cavab olur nə? 20. Növbəti baxıram 45'ə. Demək bizə nə verib? Tangens 60 bölünsün sinus 20 minus 1 bölü kosinus 20 ifadəsində qiymətini tapın. Gəlin biz bunu belə eləyək. Elə tangens 60'ı mən kök 3 yazım. İsti. Bölünsün sinus 20 çıxılsın 1 böl kosinus 20. İndi qulaq as. Burada nə edirəm? Orta mərkə gətirirəm. Buranı vururam kosinus 20'yə. Oldu kök 3 kosinus 20 çıxılsın. Buranı vururam nəyə? Sinus 20'yə. Bu da olur nə? Sinus 20. Məxrəc nə oldu? Sinus 20 vur kosinus 20 oldu. İndi qulaq as. Baxın, burada sürətə fikir versəz, bu məsələ üçün kosinuslar
Mesela toplama tüsünə gətirə bilərəm də. Kosinus alfa plus beta da gətirə bilərəm. Sinus alfa minus beta da gətirə bilərəm. İndi biz bunu necə gətirə bilərik? Necə gətirə bilərik? Məsəl üçün, bura kök 3-dürsə, məsələn, bilirəm ki, nə sinus, nə kosinus kök 3 almır. Amma kök 3 bölü 2 alır. Sinusda, kosinusda. Ona görə nə edirəm? Baxın, sürəti də 2-də 1-ə vururam. Məxrəci də 2-də 1-ə vururam. Və sürəti 2-də 1-ə vursam, olacaq kök 3 bölü 2 kosinus 20. 2'də 1 sinus 20. Məxrəcdə də olacaq 2'də 1 sinus 20 kosinus 20. Düzdürmü? İndi artıq mən, baxın, artıq mən məsələ üçün elə sinusa gətirirəm. Məsələn, sinus kök 3 bölü 2 neçədə alır? 60'da. Bu kök 3 bölü 2 kök 3 bölü 2'nin əvəzinə burada sinus 60 düşünə bilərəmmi? Sinus alfa çıx beta'nın açışı necədir? Sinus alfa kosinus beta üstəgəl kosinus elə bir ki alfa sinus beta. Düzdürmü? İndi kosinus 60'da 2'də 1 alır da demək ki. Baxın, tüstün açılışı tutdu mu? Tutur. Demək bu nəyin açılışıdır? Bu, baxın, sürət sinus 60 minus 20'nin açılışıdır. Düz oldu mu? Oldu. Məxrəc də, baxın, bunu görən kimi ağlıma gəlir sinus 2 alfanın açılışı ağlıma gəlir. Burası bunun nəyi yoxdur? Bunun ikisi yoxdur. Baxın bir dənə. Bunun ikisi yoxdur. Yəni burada 2 olsa əgər işimə yarayar. Bu 2'ni yaratmaq üçün nə edirəm? Vur 2, vur 2'də 1 yazıram. Bunlar gedəcək, yenə 1 qalır da, yəni problem yoxdur. İndi 2'də 1'i 2'də 1'ə vuranda bu eləyir 4'də 1. Bu bizə nə verəcək? Sinus 2 alfa, yəni sinus 40. Sürət oldu sinus. Sürət oldu sinus 40. Məxrəc oldu 4'də 1. Sinus 40. Bunlar da gelir. Burada da tabii ki 1'i 4'də 1'ə böləndə tərsi vurulur. Olur 4. Cavab burada 4 olur. Belə qəşəng sualdır. Demək növbəti baxıram 46'ya. Demək 46'da logaritma kök 2 əsasdan x üstəgəl logaritma 2 əsasdan x üstəgəl logaritma 2 logaritma daha doğrusu 4 əsasdan x bərabər 32. İndi qulaq asın. Biz bunu necə eləyə bilərik? Biz burada bu xassəyə gətirməliyik bunu. Yəni logaritma məsələ a əsasdan b üstəgəl logaritma a əsasdan c olanda əsaslar eyni olanda baxın bunlar nə olur? Vurulur. Yəni olur BC. Və belə. Yəni əsaslar eynisə, toplamadırsa bu nə olur? Vurulur. İndi burada da əsasları eyniləşdirə bilərəmmi? Bəli. Demək nə edirəm? Baxın. Bu kökdə 2'nin yerinə də birbaşa burada yazıram. 2 üstü 2'də 1. Və biz bilirik ki, logaritmanın əsasındakı qüvvət qarşıya tərsi çıxır. Mesela bu qarşıya tərsi çıxır. 2'də 1'in tərsi olacaq 2. Logaritma 2 əsasdan x. Üstəgəl. Bu hazırdır. Üstəgəl. Heç o xəsə burada heç lazım olmayacaq. Heç bu lazım olmayacaq. Çünki elə hamısı 2 əsasdan x-ə gələcək. Amma o xəssəni də yəni bilin ki, istifadə olunur. Burada da 4 nə deməkdir? Baxın 4, 2 üstü 2 deməkdir. Buranın qüvvəti, əsasın qüvvəti qarşıya tərsi çıxır. Yəni 2 vurulsun. Baxın bunun tərsi qarşıya gedəndə 2'də 1 olur. Logaritma 2 əsasdan x bərabər 32. Bu da bundan gedir. Artıq orada 1 qalır. Oldu belə. İndi düşünün ki bu bir t'dir. Elə ki bu t'dir. Elə ki belə düşünün. Elə bir 2t üstəgəl t neçə olur? 4t olmur. 4 logaritma 2 əsasdan x bərabər 32'yə. Buradan da logaritma 2 əsasdan x bərabər 8'ə. Biz burada hansı xassəni bilməliyik? Logaritma a əsasdan x bərabər b tənliyində. Baxın burada nə varsa o bərabərdir a üstü b-yə. İndi burada da x bərabər olur 2 üstü 8'ə. Bu da olur 2 üstü nə idi? 256. Cavab 256 olur. Demək növbəti baxıram 47. Deyir ki, çoxluğun 2 elementli alt çoxların sayı 3 elementli alt çoxların sayının neçə faizidir? İndi qulaq asın.
Burada demək 3, 5, 6, 7, 9, 10. Baxın burada neçə element var cəmi? Burada demək 3, 6. 6 element var. Baxın 2 element alt çoxların sayını tapmaq üçün kombinezon 6-dan 2 hesablayırsan. Müəllim niyə permütasiya olmur? Baxın niyə permütasiya olmur? 2 elementdə alt çox nə deməkdir? Baxın 3-dən 5. 3-dən 5 bunun alt çoxluğu bəli. Sual verirəm. 5-dən 3 necə? Bu da mənim bunun alt çoxluğudur. Bunlar ikisi eyni şeydir axı. Bunlar bir-birinə bərabərdir axı. Biz nə demişik? Yəni orada bir-birinə bərabərlik varsa, bu yəni 3-5 çoxluğuna 5-4 çoxluğu eyni şey olduğuna göre, eyni element olduğuna göre biz onun birini götürməliyik. Permütasiya olanda o ikisi de getmiş olur. Ona kombinezon gedirəm ki, hərəsindən biri götürmüş olum. Aydındır. Kombinezon ona görədir. Kombinezonun düsturu demək soldakının faktoriyalı, bölünsün fərqin faktoriyalı, vur 2 faktoriyalı. Bu gedir burada qalır 5 vur 6, 30'da 2'ye böl 15. 2 elementdə alt çoxluq 15 dənədir. İndi 3 elementli nədir o? Kombinezon 6'dan 3'e. 6 faktorial bölünsün 3 faktorial vur 3 faktorial. Bunlar gedir. Qaldı 4 vur 5 vur 6. 6 ilə də 3 faktorial gedir. Bu da olur 20. Demək 3 elementli də 20 dənə olur. Mənə deyir ki 2 elementli alt çoxluqlarının sayı 15. 2 element alt çoxluqlarının sayı 3 element alt çoxluqlarının sayının neçə faizidir? Demək 2 elementlini bölürəm 3 elementlərin sayına, vururam 100'ə. Bu getdir qalır 5, bu da olur 75. Neçə faizidir deyir? 75 faizidir. Neçə faiz az desəydi 25 faiz deyərdim. 100'dən 75'e çıxardım. Bu oldu 75 faiz. Növbəti baxıram 48'ə. D tərəflərin uzunluqları tam ədədlər olan ABCD və MN KD kvadratları üçün. Mən bir dənə belə bir kvadrat çəkim. Bu olsun A, B, C, D bir kvadrat. Və içindən də bir dənə belə bir kvadrat gedir. Demək bu M'dir. Bura N, burada K. Demək bizdən nə istəyir? Bizdən baxın. Bax bu rəngləmiş hissənin sahəsini istəyək ki. Baxın bizə bu rəngləmiş hissənin sahəsini istəyir yəqin ki, yoxsa kvadrat üçün iştiqam hissənin deyil sahəsi. Hə, iştiqam hissənin sahəsi deyil 23 olarsa MNKD kvadratın perimetrini tapaq. Gəlin bunu belə yazaq. Baxın MKD kvadratın tərəfi olsun A. Baxın buradan bura A yazıram. Tamam ki. Buradan burada bax, bu araya da B yazıram. Onda buradan başa düşdüm ki ABCD kvadratının tərəfi A plus B'dir. O balaca kvadratın tərəfi də nədir? A'dır. Düzdürmü? Düzdür. İndi biz bu rənglənmiş hissənin sayəsini necə tapmalıyıq? Baxın S ABCD'nin kvadratının sahəsindən S, M, N, KD'nin sahəsini çıxsam rənglənmiş hissənin sahəsi qalır. Düzdürmü? Bəli. İndi baxın bütöv ABCD kvadratının tərəfi nə idi? A plus B. Onun sahəsi olur A plus B'nin kvadratı. Çıxılsın MKD'nin tərəfi A idi. Onun da kvadratı A kvadrat. Bu bərabər nəyə? 23'ə. Məndən MKD kvadratının perimetrini istəyir. MKD'nin perimetrini istəyirsə elə bir 4 anı istəyir də məndən. Düzdürmü? Bəli. İndi bu nə verəcək bizə? Baxın bunu kvadratlar fərqinə görə yazaram. Belə. A plus B minus A. A plus B plus A. Bu bərabərdir 23'ə. 23 necə ədəddir? Sadə ədəddir. Nəyin asıdır? 1-dən 23'ün. Buradan deyərəm ki A plus B minus A 1'ə bərabərdir. A plus B plus A da 23'ə bərabərdir. Buradan da A'lar yedəndə görürəm ki B 1 olur. Buradan da gətirirəm. A ilə A olur 2A üstəgəl B yəni 1 bərabər 23 olur. 2A bərabər 22 olur. A bərabər 11 olur. Düzdürmü? Bəli. İndi bizə də MKD'nin
kvadratın perimetrini istəyir. MNKD. O da elə bir tərəfi nə idi? MKD. A demişdim. O da nə deməkdir? Perimetri 4A. 4'ü vurdum 11'e. Oldu 44. Cevap olur burada 44. Yani bunun kvadratlar fərqi kimi yazmadan da yazmaq olardı. Yani bunun kvadratını açardım. Elə bir A kvadrat üstəgəl 2A üstəgəl B kvadrat. A kvadratlar gedərdi. O yolda deyim məsəl üçün. Və belə olacaqdı. A kvadrat üstəgəl 2AB üstəgəl B kvadrat çıx. A kvadrat bərabər 23. Buradan A kvadratlar gedir. Baxın bu qalır. Buradan da məsələ B'ni ortaq çıxartsam 2A plus 1 bərabər 23 olur. Və buradan da aslında belə daha qəşəng gedərdi. Buradan da hasil 23 ise ne olmalıdır? Biri tabii ki 1'dir. Biri 23'tür. Demək B 1 olar. 2A plus 1 beraber 23 olar. 2A 22 olar. A 11 olar. Şöyle biz bunu niye böyle rahat danışırıq? Yani niye böyle birine kiçiyinə 1 böyüyünə 23 deyirəm? Çünkü burada AB tabii ki naturaldır axı. Burada AB natural olduğuna göre ben böyle rahat danışıram. Aydındır ona göre. Çünkü tərəfin uzunluğu da axı. Ya belə də yaza bilərsiz. Baxıram 49'a. 49'a bize ne deyir? Bakın deyək ki, bütün hədləri müsbət olan ədədi silsən, ilk ardıcıl 3 əddi. Demək biri x, biri x kvadrat minus 1, biri də 3x plus 4. Deyir olsa silsilə fərqini tapın. Demək ədədi silsilədir. İndi qulaq asaq. Və A1, A2, A3. Ədədi silsilənin xassəsi nə idi? Məsələn, ortada duran hədd, məsələn, A2 bərabərdir qonşu hədlərin cəminin yarısı. İndi bu da ardıcıl hədlər olduğuna görə ortada duran hədd x kvadrat minus 1 bərabərdir x ilə 3x plus 4'ün cəminin yarısına. Düzdürmü? Bəli. Şimdi bu da olur x kvadrat minus 1 bərabər 4x plus 4 bölü 2. Buradan da x kvadrat çıx 1 bərabərdir. Burada elə bir 2'ye bölsəm hər biri nə olur? 2x üstəgəl 2. Sola atsam x kvadrat minus 2x minus 3 bərabər 0. Viyetə görə toplayanda müsbət 2 oranda mənfi 3. Bu da müsbət 3 ilə mənfi 1 olur. Təbii ki, mənə şərtdə deyək ki, bütün ədləri müsbət. Bütün ədlər müsbət deyilsə x müsbət olmalıdır. Ona görə nəyə götürməliyəm? 3'ü götürməliyəm. Bizə silsilə fərqini istəyir. Demək x 3 tapdıq mı? Bəli. Bizim hədlər nəymiş? Biri 3. Demək burada 3 yazsam. 3'ün kvadrat, baxın burada 3 yazsam. 3'ün kvadrat 9 çıx 1 8. O bizə nədir? 3 3'e 9 13. İndi silsilə fərqini tapmaq üçün bir sonrakından əvvəlkini çıxmalıyam 5. Bizə silsilə fərqi deyir 5 olur. Növbəti baxıram 50'yə. Demək baxın. Burada belə bir üçbucağımız var. Və bir dənə də belə bir çevrə var. Demək çevrə necədir? Çevrə bu şəkildədir. Demək bura A. Bura B. Bura C. Bura D'dir. Bura E'dir. Burada F'dir. D çevrə ABC bərabər tərəfli üçbucağının AB tərəfinə D nöqtəsinə toxunub C təpə nöqtəsindən keçir. BE-ni, baxın buranı bizə verib 4. YC-ni, buranı verib mənə 5. Düzdürmü? Məndən nə istəyir? AD parçasının uzunluğunu istəyir. İndi qulaq asın. Bu bərabər tərəf isə demək bütöv nədir? 9 imiş da. Düzdürmü? Bəli. Bütöv 9'dursa baxın mən BD-yə x yazsam. Bura 9 minus x olur mu? Bəli. İndi burada mən nəyə gedirəm? Bir kəsən, bir toxunan qaydasına görə. Yazıram ki, x kvadrat bərabər çöldə qalan hissə 4, vurulsun ümumi hissə 9. 4 ilə 5'in cəmi. X kvadrat 36, x 6. Bax, buradan tapdım ki, baxın, bura 6'dır, bura 3'dür. İndi məndən nə istəyir şərtdə? Şərtdə AD-ni istəyir. AD, AD. AD burada elə. Elə tapmışam 3'dür də cavab. Oldu. Mesela AF'i de soruşa bilərdi. Mesela AF'i soruşsaydı, buraya elə bir ki AF'e bir A yazardım. Burada 9 minus A olur. Çünkü bütöv 9 axı bərabər tərəfidir. Sonra gedərdim yenə bir toxunan bir kəsənə görə.
Bilirsə daha qəşəng olardı. Bunun kvadratı bərabərdir. A vurulsun 9. Oradan gedib A-nı da tapa bilərdik. Yəni belə də ola bilər. Eşən bizdən AD-ni istəyir. AD-ni də elə tapmışam 3. Növbəti baxıram 51-ə. Demək A vektoru verib -1, 4. B vektoru verib 2, 3. C vektoru verib 5, -6. Məndən baxın AB vektoru ilə AC vektorunun skalasını istəyir. Biz bunların skalasını tapmaq üçün biz ilk öncə AB vektorunun koordinatlarını bilməliyik. Baxın son nöqtə nədir? B-dir. Başlanğıc nöqtə A-dır. İndi mən AB vektorunun koordinatlarını təyin edirəmsə son nöqtədən əvvəlki nöqtədən çıxmalıyam. Baxın 2-dən çıxıram -1-i. Eləyir nə? Müsbət 3. Demək AB vektorunun x-i 3 olur. 3-dən çıxıram 4-ünə qalır -1. Demək bu nə olur? -1 olur. İndi gedirəm AC vektoruna. AC vektorunda yenə son nöqtə C-dir. 5-dən çıxıram -1-i. Olur 6. -6-dan çıxıram 4-ü. Olur -10. Bizə skaler hasıl deyirsə, yəni AB vur AC-ni istəyirsə 3 vurulsun 6 üstə gəl -1 vur -10. Bu da olur 18 üstə gəl 10 olur 28. Skaler hasıl olur 28. Demək növbəti baxıram 52-yə. Demək 52-də nə istəyir məndən? 2x üstə gəl 3 böyük bərabər m. 2x çıx 4 kiçik bərabər n. Deyib bərabərsizlər sisteminin yeganə həlli olarsa m çıx n fərqini tapın. Baxın nə edirəm? Yuxarıdan birinci bərabərs həll edirəm. 2x böyük bərabər m çıx 3. X böyük bərabər m çıx 3 bölü 2. Bir bərabərsizliyim bu. Sonra aşağıda ikinci tənlikdə 2x kiçik bərabər n üstə gəl 4. X kiçik bərabər n plus 4 bölü 2. İkinci də bu. Biz nə demişik? Xətti bərabərsizlik sistemi həll edəndə ayrı-ayrılıqda həllər çoxluğunu tapıram və sonra nə edirəm? Kəsişmə götürürəm. İndi qulaq as. İndi baxın bu ikisinin kəsişməsi. Bu ikisinin kəsişməsi bizə nə vermədi? Yeganə həll. Yeganə həll nə deməli? Yəni bir dənə ədəd ödəməlidir. İndi məsələ üçün tutalım ki, düşün. Məsələ tutalım ki, bu məsələ burada yerləşirsə bu sağa getməlidir. Bu da elə bir ki məsələ bu elə bir ki n-3 bölü 2 burada yerləşir. Məsələ üçün müsbət sonsuzluq. N plus 4 bölü 2 də mənfi sonsuzluq. İndi gör bunun kəsişməsi nə qədər ədəd olur. İndi bu yeganə həll deyirsə, demək ki bunlar eyni nöqtədə yerləşməsi lazım. Yəni baxın, eyni nöqtədə yerləşməsi lazım. Yəni necə? Məsələn bir ədəd ox çəkirəm. Baxın n-3 bölü 2-dən sağa n plus 4 bölü 2-dən sola. Və bunların kəsişməsi sadəcə özləri olmalıdır. Yəni bir dənə. Yeganə həll deyir axı. Yeganə həll nə deməli? Yəni bir dənə ədəd ödəməlidir. Məsələ belə düşün də. Məsələ 5 müsbət sonsuzluq, 5 mənfi sonsuzluq. Bunun kəsişməsi nədir? Bir dənə 5-in özüdür. Görürsən bir dənə ədəd ödəyir. Ona görə. İndi ona görə yeganə həll deyirsə, demək bunların olmalıdır, bir-birinə bərabər olmalıdır. Yəni bu şəkildə. Buradan da artıq məxrəclər gedir. n-3 bərabər n plus 4 olur. Məndən şərtdə nə istəyir? M çıx n istəyir. N'i sola atıram, 3'ü sağa atıram. Onda m çıx n də bərabər olur nəyə? 7'yə. Cavab burada 7 olur. Bu da belə. Baxıram 53'ə. Yəni şu suallar həqiqətən normaldır. Yəni belə qeyri-adi sual məncə yoxdur. Hələ ki indi baxarıq. Sizdən bir yerdə baxıram mən də suala. Bayram üçün hazırlanmış hədiyyə qutularının 5'te 2 hissəsi hər gün 40 qutu. Qalan hissəsi isə hər gün 50 qutu paylanmaqla 44 günə bitirilməlidir. Hədiyyə üçün hazırlanmış qutuların ümumi sayını tapın. Demək olasın bunu necə həll eləyək? Baxın, nə qədər qutu var bilirikmi? Bilmirik. X sayda qutumuz var. Mənə deyir ki, elə bir birinci səfər
qutuların 5'də 2 hissəsi. İkinci səfər isə qalanı. 5'də 2 gedibsə qalan 5'də 3 qalır. İndi baxın. Bax bu qədər qutunu, bax bu qədər elə bir qutu var da əlimizdə. Biz hər gün 40 qutu, elə bir 40 sayda qutunu paylayıram. Neçə günə bilmirəm. İndi gəlin belə düşünək də. Biz bu qədər qutunu hər gün 40 qutu paylamaqla bu qədər qutunu neçə günə paylayarıq? Onu tapmaq üçün nə edirəm? Böyle bir K gün yazıram. A yazaq. Təsəvvür et ki, bu qədər qutunu biz hər gün 40 qutunu paylamaqla bu qədər qutunu neçə günə paylayarıq? Onu tapmaq istəyirəm. Elə bir A gün bərabər. Qutuların sayını bir gündə payladığım qutuların sayına bölsəm, günlərin sayını verəcəyimi? Bəli. Demək edirəm 5'də 2x-i bölürəm 40'a. Yəni nəyə vururam? 40'da 1'ə. Bu mənə bilsə nəyi verəcək? Bu qədər qutunu neçə günə payladığımı verəcək. Bu yəni ki aydındır. İndi daim ki 5 sayda baxın. İndi bu qədər qutu var əlimdə. Bizdə yenə hər gün 50 qutunu paylamaqla bu qədər qutunu neçə günə paylayaram? Bunu da bilmirəm. B gün olsun. Baxın B günə bu qədər qutunu mən paylamalıyam. 5'də 3x-i bölürəm 50'yə. Yəni vururam 50'də 1'ə. Bu mənə nə verəcək? Bu qədər qutunu neçə günə payladığımı verəcək. Mənə də şərtdə deyir ki, ümumi 44 günə paylayıram. Demək ki, bunlar bizə günlərin sayını verdiyinə görə mən bunları toplayıram. Baxın 5'də 2x vurulsun 40'da 1 üstə gəl. Demək 5'də 3x vurulsun 50'də 1. Baxın bu da günü verir. Bu da günü verir. Ümumilikdə neçə günə paylamışıq? 44 günə. Və bərabər edirəm 44 günə. Bu da belə. İndi bu tənliyi həll etməmiz lazım. Nə olsun? Demək bu eləyir. Məsələn 200 olur 250. Əkop 1000 olsun. Hər tərəfi 1000'ə vururam. Baxın hər birini 1000'ə vururam. Demək 1000'ə, baxın bu 200 eləyir. 1000'ə vuranda 1000'ə vururam. Bu da qalır 5. 5'də vurdum 2x-ə elədi 10. Bura elədi 10x. Burana da 1000'ə vuranda məxrəc olur 250. 1000'ə vuranda x-ə gedib qalır 4. 4'ə 3'ə vuranda eləcək 12x bərabər. Burana da 1000'ə vururam. Hər birini 1000'ə vurdum. Və buradan olur 22x bərabər 44000. Bunlar gedir. Burada 2 qalır. Demək x bərabər nəyə? 2000'ə. Demək qutuların sayı nə qədərmiş? 2000 sayda qutu var. Bizə hədiyyə üçün hazırlamış qutuların ümumi sayını istəyir. O da cavab 2000 olur. Sualın mahiyyətini çözmək istəyiriksə, gəlin tətbiq edək məsələdə. Baxın, bizim 2000 sayda qutumuz var. Bunun 5'də 2 hissəsi. 2000'i vurdum 5'də 2'yə. Bunlar gedir, qalır 400, 402'yə 800. Baxın, əlimdə 800 qutu var. Hər gün, baxın, hər gün 40 qutu paylayıramsa, A günə paylamış oluram. Qutuların sayını bölürəm bir gündə payladığım qutuya. Verəcək nə? 20. Baxın 20 günə 800 qutunu payladım. 800'ü getdi. Geriyə nə qədər qaldı? Bax 800 getdi. Geriyə nə qədər qaldı? 1200. İndi bax 1200 qutunu. İndi 5'də 2 hissəsi bu getdi. Qalanı 5'də 3'dür. Vurdum 5'də 3'ə. Bunlar gedəcək. Qalır yəni ki orada nə qalır? Gördüm nə edirəm? Mən niyə buna vururam ki? Elə 800 getdisə geriyə 1200 qaldı da. Geriyə 1200 qutu var. İndi baxın. B günə də 1200 qutunu paylayıram. 1200 qutunu bölürəm bir gündə payladığım saya. Bu da verəcək mənə nəyi? Demə bundan bu gedir. 24'ü. Baxın bunlar günlərin sayı değildi. Topla 44. Yəni sualın mahiyyətini başa düşün deyə. Niyə elə yazdığımı izah eləmək çalışdım. Bu belə. Baxıram 54'ə. Demək bizə bir romb verib. Belə bir romb verib. Bura A'dır. Bura B'dir. Bura C. Bura D. Baxın bura M'dir. Buradan da perpendikular düşüb. Burada N'dir. Bakın değer A
ABC Rom'da AM BM bərabərdir. AM BM bərabər. Demək bura neymiş? Orta nöqtə. M'in də aynı perpendikular. Bunu gördük. M'in AD'ye perpendikular. Görürəm. AN'i verir 2. Bura 2'dir. Bura 2. Sonra N'deni verib 6. N'de. Bura 6. Onda başa düşdüm ki bura bütöv neymiş? 8. Rom 8'dirsə tərəf. Onda burada 8 olmalıdır bütöv. Demək onda yarısı 4. Mənə C'nin parçasının uzunluğunu istəyir. C'nin parçasının uzunluğu öyle bir ki bunu istəyir. Düzdürmü? Bəli. İndi burada neyniyirək? Baxaq. Baxın biz buradan nə görürük? Bu düz bucaqlı, üç bucaqlı nə görürəm? 30-60 görürəmmi orada? Müəllim, niyə? Baxıram hipotenuz 4 katet 2. Hansı düz bucaqlı, üç bucaqlı katet hipotenuzun yarısıdır? Baxın buraya yazıram 30. Onda bura nədir? 60. Düzdürmü? Bəli. İndi qulaq as. İti bucaq rombda 60 ise, kör bucaq 120 oldu mu? Bəli. Bura bütöv 8, rombun tərəfi 8 ise, burada 8'dir mi? Bəli. C'mi bilirəmmi? Xeyr. Bura bir x yazıram. İndi mən burada, baxın bu üç bucaqda kosinuslar teoreminə görə x'i tapa bilərəmmi? Bəli, tapa bilərik. Və yaxud da heç x'i tapmadan da şeydə getmək olar mı orada? Hündürü çəkib getmək olar da, elə deyil. Hündürü çəkib gedə bilərəm. Məsələn, hündürü çəksəm. Baxın, hündürü çəksəm buradan. O bilmir axı təmbürən. Xeyr. Oradan gedəmmərik. Bunu neynirəm? Elə kosinuslar teoremin gedirəm. Demək, verilən bucağın qarşısındakı tərəfin kvadratı. Yəni x kvadrat bərabər. 4'ün kvadratı 16, 8'in kvadratı 64 çıxılsın. 2 vur, 4 vur, 8. Kosinus 120 demək, mənfi 2'də 1 deməkdir. Niyə? Çünki ikinci rübdür. İkinci rübdə mənfi alır. 180'den 120 çıxanda 60 qalır. Ona görə 2'də 1. Bu da 16'dan 64 oldu 80. Bundan bu gelir. Mənfini mənfi oranda müsbət olur. 4'ü 8'e vuran neçə edir? 4'ü 8'e vuranda 32 edir. Bu bərabər 112'ye. X kvadrat 112'de x bərabər kökdə 112. 112 nə deməkdir? 16 vur 7 deməkdir deyəsən. Bu da 4 kökdə 7 olur. Deməli 4'də cavab 4 kökdə 7 olur. Növbəti baxıram 55'e. Fx verilib bizdə. Demək fx bərabər x kvadrat çıxılsın. A plus 1 vurulsun x. Üstə gəl. A minus 4. Demək funksiyasının qrafiki absis oxunu AB. Ordinat oxunu C nöqtəsində kəsir. Demək A nöqtəsi 2, 0 olarsa BC nöqtələrin absislərinin cəmini tapın. Demək olasın. Bura fikir verin. A nöqtəsi arda kəsir 2, 0'da. Düzdürmü? Bəli. İndi elə bir ki, sxematı çəkirəm. Grafikimizi çəkək. Oradan sonra danışaq. Bax, bir dənə belə bir koordinat sistemi var. Baxın. Deyək ki, funksiyasının qrafiki absis oxunu AB ordinat oxunu C nöqtəsində kəsir. İndi biz burada A-nı falan, gəl biz A-nı falan tapaq, ondan sonra gedək. Onu hardan tapacağım? Deyək buradan. Deyiri A nöqtəsini 2, 0'da kəsir. Bu nə deməkdir? X-a 2 verəndə Y 0 olmalıdır. Harda X verim? Yine 2 yazıram. 2'nin kvadratı 4. Çıxılsın A plus 1 vurulsun 2. Üstə gəl A minus 4 bərabərdir 0'a. Buradan A-nı tapa bilərik. 4 demək 2'nin aya vuran müsbət 2 oldu mənfi 2. 2'nin 1'ə müsbət 2 oldu mənfi 2. Üstə gəl A minus 4 bərabər 0. Mənfi 2A üstə gəl A oldu mənfi A. Demək buradan 4'lər gedir. Mənfi 2'ni attım sağa müsbət 2. Buradan da A oldu mənfi 2. A'nı mənfi 2 tapdıq mı? Bəli. Gedirəm fx funksiyamı yazıram. Fx bərabərmiş x kvadrat. A'ya mənfi 2 yazsam. Bura olur mənfi 1. Qabatı mənfi oldu müsbət 1 x. A'ya mənfi 2 yazsam oldu mənfi 6. Bizim kvadrat funksiyamız baxın bu şəkildəymiş. Gedirəm bax bunun qrafikini qururam mən indi. Bax bunun qrafikini qururam. Bizə BC nöqtələrin absislərinin cəmini istəyir. Baxın, gedirəm bunun qrafikini qururam. İndi qulaq asın. Bunun kökləri nədir? Toplayanda mənfi 1, vuranda mənfi 6.
Bunun kökləri x1'imiz -3, x2 müsbət 2. Toplayanda -1'dir, vuranda -6. Demək bizim qrafikin qolları x oxunu müsbət 2 və -3-də kəsməlidir. X-a 0 y nə olur? -6. Demək y-də -6-da kəsməlidir. Demək sənin qrafikin baxın belə gələcək. Bu belə bir qrafik olacaq. Bu belə bir qrafik olacaq. İndi baxın. Bura A nöqtəsidir. Niyə? X-i 2, y 0. Demək absokunu AB-də deyildi. Bura B nöqtəsidir. X-i -3, y 0. Ordinat oxunu C nöqtəsində kəsir. Baxın, ordinat oxunu burada kəsir. X-i 0-dır. C nöqtəsi. X-i 0-dır, y -6-dır. ABC nöqtələrini tapdıq mı? Bəli. Bizə B ilə C-nin, baxın B-nin və C-nin nöqtələrin apsislərinin cəmini istəyir. B-nin apsisi neçədir? -3. C-nin apsisi 0. Bunların da cəmi -3. Cavabımız burada -3 olur. Gözəl sualdır. Bu da belə. Sağ olun, hər birinizə uğurlar. Növbəti sınaqlarda görüşənədək.